Deməli, Azərbaycanda maraqlı hadisələr baş verir. Daha doğrusu Azərbaycanın siyasi gündəmində bütün bu qərb yönümlü şirkətlər, ofislər, təşkilatlar yavaş-yavaş bağlanıb çıxır gedir. Buna da səbəb Trumpla Elon Musk oldu. Bunlar təyin elədilər ki, büdcəni müəyyən adlar altında, qrantlar altında bu təşkilatlar sömürürlər də, belə deyək. Və bu təşkilatlar da müxtəlif ölkələrin daxili işlərinə qarışmaq üçün, oradakı nə bilim, öz missioner fəaliyyətlərini yürütmək üçün bu büdcədən pulları müəyyən adlar altında ayırıb bu ölkələrdəki fəaliyyətlərinə xərcləyirlər. Bunlar da bu büdcəni dayandırdılar və belə deyək də maliyyə problemi ilə üzləşən kim, nə bilim, ifşa olan kim və s. axır. Bunlar hamısı artıq öz fəaliyyətlərini dayandırıb çıxıb gedirlər. Azərbaycana da bu bəhanə oldu. Bunların gözünə qatdı digərlərində, hansı ki Azərbaycana müxtəlif baskılar eləyən təşkilatlar vardı. Onlar da bunların gözünə qatıb hamısını ölkədən yavaş-yavaş qovalayır, belə deyə çıxardır. Burada Rusiyanın da böyük yardımı var. Çünki Rusiya Azərbaycanı yalnızlaşdırmaq istəyir. Qərbdən əlini ayağını çəkib şərqə yönləndirmək istəyir. Çünki Rusiyanın şərqdə daha çox sözü keçir, nəinki qərbdə. Və yalnızlaşan Azərbaycanı da idarə eləmək çox asan olacaq da, yəni çox rahat olacaq. Burada ən hökumət qazanacaq, yəni ən qazanan hökumət olacaq. Çünki artıq heç bir baskı olmayacaq. Ölkəni əvvəl belə deyək də istədiyi kimi idarə edilirsə, indi vəhşi belə deyək də yax kimi idarə edəcək. Çünki heç bir baskı, heç bir maneə olmayacaq. Amma burada əhali üçün problem yaranır. Çünki əhali artıq belə deyək də daha aşağı keyfiyyətdə xidmət alacaq və bunu daha belə deyək də baha alacaq. Çünki Azərbaycanda istehsal heç bir şey yoxdur da, yəni nə məhsul, nə dərman, nə bir şey. Və Çinin, Türkiyənin, Rusiyanın, İranın istehsal elədiyi və ixrac elədiyi məhsulların keyfiyyəti göz qabağındadır da, hamısı pis gündədir. Yəni olan əhali olacaq. Yəni ən belə deyək də vizasından tutmuş, viza almaqda çətinlik onsuz da yaşanırdı. Ümumiyyətlə kəsiləcək viza məsələsi. Həmçinin də bu məhsulların keyfiyyətsizliyi, nə bilim, xidmətin keyfiyyətsizliyi, hər bir şeydə özünü göstərəcək. Bu əlbəttə ki, bu 1 il içində olmayacaq. Bu 3 il, 5 il içində özünü göstərəcək. Əgər Azərbaycan öz belə deyək də siyasi gedişlərində dəyişiklik eləməsə, Rusiya tərəfdə dursa, bu heç də yaxşı olmayacaq əhali üçün.